Hər vaxtınız xeyirli olsun, dəyərli dostlar. Qubçalı 3 otaqlı həyət evi çəkirəm Xırdalan şəhərində. İpotekaya yararlı. Xudmanı belə bir həyəti var. Xırdalan şəhərində 800 nömrəli məktəbin tam yaxınlığında. 5 daş kürsüdədir. Əla təmirlidir. Kombi aparatına qədər, radiatoruna qədər hamısı qoyulub. Bitiminutkası da var. Ev yaşayış ev olub. Hazırda ev sahibi buranı restavrasiya edib. Bura sanitar qovşağıdır, yəni satışa çıxarıblar. Bura zal hissəsidir, bax belə bir geniş zal hissəsi, zalın başında mətbəx hissəsi, mətbəxin də yəni bu qapısı var. Bax burada qapısı da var. Bura oldu onun mətbəx hissəsi, burada pəncərəsinin qabağı açıqdır. Bura zalımızdır. Buradan böyük yataq otağı, bax bu yataq otağımız. Böyüklər üçündür, iridir. Kvadratı hardasa 13-14 kvadrata yaxın var. Pəncərəsinin qoşa daşlandı. Divardan da görünür, qoşa daşlandı. Köhnə tikilidir. 8 nömrəli məktəbin tam yaxınlığında, əla bir yerdə, quru bir ərazidə yerləşir. Keçək, uşaqlar üçün yataq otağında çəkib təqdim edeyim. Burada oldu uşaqlar üçün yataq otağı. Radiatorlarına qədər, kombi aparatına qədər qoyulur. Bu ev barədə kimin nə sualı varsa bizdən əlaqə saxlasın. Səməd Qubçadır. İpotekaya yararlıdır. Bizdən əlaqə saxlasın, bizə zəng edin. Sağ olun, salamat qalın.